Kələm dolmasının adı gələndə hamı içinə vurulan göyərtidən danışır. Mən də deyim də sizə də. Mən vururam reyhan, ağ reyhan, keşniş, şüyüd. Reyhanım olmayanda valla keşniş, şüyüd də vururam. İçliyə nələr gedirsə yazacağam alt bölümdə. Siz nə vurursunuz kələm dolmasına? Ümumiyyətlə düzgün şəkildə kələm dolmasının içliyi nədir? Bu göyərti olayı nədir bu dolmada? İllərdir çözə bilmirəm. İnanın ki, hər hali ilə çox dadlıdır. Bircə onu bilirəm. Keşniş şüyüdlə də dadlıdır, reyhanla da dadlıdır, hətta nanə ilə də dadlıdır. Mən kələm dolmasını təzə yarpaqla çox sevirəm, çox sevirəm. Nazik olur, sanki heç kələm yox kimi olur da. Və salam. Qəşəng bükdüm. Üzərinə də yarım stəkan duzlu, sarı köklü, yağlı su əlavə elədim. Mən duru yağ vurdum, zeytun yağı. Siz kərə yağı ilə də edin. Çox ləzzətli, lokum kimi dolmalar alınır. Hazırlayın siz də, nuşucanlıqla yeyin.